Hörmətli valideynlər, bugün bir xəstə üzərindən məlumat verəcəm. Əslində biz bu mövzularda çox danışırıq. Yəni bizim üçün də aktual mövzulardır. Uşaqların cinsi orqanlarının ölçüsü, oğlan uşaqlarından söhbət gedir. Bir uşaq qarın ağrı şikayəti ilə axşam təcili yardıma müraciət etmiş mərkəzimizə və orada pediatrın qərarı ilə uşağa qarın boşluğu UZI-si edilməsi qərarı alınmışdı. Ailə uşağı götürüb hər hansı bir mərkəzdə qarın boşluğu UZI-si etdirmiş və oradakı UZI-nin yazdığı nəticəyə görə uşağın cinsi orqanının ölçüsü balaca olmuş və endokrinoloq konsultasiyası etməmizi tövsiyə etmişdir. Ailə çox böyük narahatlıqla gəlir ki, uşağımın cinsi orqanının ölçüsü balacadır və burada gələcəkdə sonsuzluq və s. ola bilərmi doktor? Baxın, oğlan uşaqlarında bəlli bir yaş dövrünə qədər cinsi orqanların həcminin 1 millidən 4 milliyə qədər olması norma sayılır və burada hər hansı bir sonsuzluqdan, hər hansı bir hipogonadizm dediyimiz cinsi inkişaf ləngiməsi diaqnozundan danışa bilmərik. Əsas odur ki, orqanlar yerindədir, skrotumdadır, yəni torbadadır və normal ələ gəlir, yerindən tərpənmir. Yəni kriptarxizm dediyimiz bir vəziyyət yoxdur. Ona görə də belə olan hallarda narahat olmağa dəyməz. Təbii ki, endokrin konsultasiya etməyin heç bir zərəri yoxdur. Biz gərəksiz yerə heç vaxt uşaqlara cinsi hormonlar, ümumiyyətlə digər hormonal müalicələr təyin etmərik. Amma belə vəziyyətdə ailəyə də başa saldıq ki, bu tam normal ölçü sayılır. Burada hər hansı bir müalicəyə ehtiyac yoxdur. Ona görə uşaqlarınıza bu tip diaqnozlar qoyulanda, xüsusilə də cinsi hormonlarla müalicə tətbiq ediləndə yaxşı olar ki, uşaq endokrinoloq ilə konsultasiya edəsiniz.